dəyərləri saxlayır. Aha. Özündə primitiv dəyərləri saxlayır. Hipdə nə saxlanır? Hipdə obyektlər. Bəli, hipdə obyektlər saxlanır. Dəyişənlər ümumiyyətlə stekdə saxlanır, ya istər primitiv, istər referans tipli bir dəyişən olsun, o saxlanır stekdə. Bəli, stekin ölçüsü məhduddur, hip daha böyükdür. Bəli. Stekin ölçüsü məhduddur, hip daha böyükdür. Həmçinin hipin ölçüsü dəyişə bilər, yəni artıb azala bilər. Ehtiyac duyulduqda hip sistemdən, RAM-dan daha çox şey götürə bilir. Özünə yaddaş götürə bilir. Belə. Bugünkü dərsə keçək, çünki kifayət qədər uzundur bu dərs. String data tipi. Demək olar ki, string haqqında hər şeyi bu dərsə sıxışdırmağa çalışacağıq. String haqqında birinci danışın. Yəni, nədir, nə deyil string? Məlumat stekdə funksiya bitərkən silinir, bəli. Hipdə amma dili nə qədər qalır, nəyə qədər? Stekdə bu stekin təmizlənməsi əməliyyatı avtomatik baş verir. Biz bir obyekti çağırarkən, biz bir metodu çağırarkən, onun içərisindəki dəyişənlər stekə yazılır. Metodun işi bitdikdə isə həmin dəyişənlər stekdən silinir. Hipdə elə deyil. Hipdə obyekt yaradıldı mı, özü özünə, yəni stekdəki kimi avtomatik şəkildə silinmir. Xarici bir mexanizma lazımdır ki, o obyektləri bir-bir yoxlasın və istifadə olunmayan obyektləri silsin. Və obyektin istifadə olunmadığını da necə təyin edirik? Biz baxırıq, əgər stekdə həmin obyektə istinad eləyən bir dəyişən yoxdursa, həmin obyekt silinir. Çünki biz obyektləri necə akses eləyirik, yəni əlimiz obyektə necə çatır? Gərək stekdə ona istinad eləyən bir dəyişən olsun. Həmin dəyişən vasitəsilə biz obyektin içindəkiləri oxuya bilirik və ya obyektin içərisində nəsə yaza bilirik. Əgər elə bir dəyişən yoxdursa, obyekt qalır uzaqda, əl çatmaz şəkildə. O da heç kəsin işinə yaramır. Garbage collector mexanizması onu silir. Belə. Sonra string haqqında deyirdik ki, nə bilirsiniz deyin. String nədir? Mən normalda belə bilirəm ki, string mətn formatlı dəyişəndir də. Mətn formatlı dəyişən deyil. Yəni string dəyişən deyil. Dəyişənə verilmiş dəyər, yəni daha doğrusu. Dəyişən tip. Burada bilmirəm. Elə burada da indi string mətn saxlamaq üçün. Yəni simvolları ardıcıllığı saxlamaq üçün istifadə olunur. Düzdür, burası düzdür. Amma ki, string özü dəyişən deyil. Yəni, məfhumlara biraz daha diqqət eləsək, string data tipidir. Yəni, bir dəyişən yaradanda dəyişənə verdiyimiz tipdir. String. Aydındır. Stringlər, belə bir klass da yaradıram. Klassın adını stringlər qoyuram. Çünki string adlı klassımız artıq var. Neysə, bu çaşdırmaz yəqin ki, sizi. Public static void main, bu mənim əsas klassım olacaq. Stringin nə işə yaradığı bəllidir yəqin ki, hamımıza. String bir klassdır. Yəni, bizim yaratdığımız klasslar kimi o da bir klassdır. Belə eləyək. Bu bir klassdır. Girib bunun içərisinə baxa bilirəm mən. Yəni, mənim yaratdığım klassların içərisində nə olursa, metodlar və ya fieldlar, bu klassın da içərisində eyni şeylər var. Baxın, bu string klassıdır. Nə var bunun içərisində? Buradan baxmaq olur struktur tabından.
nə var, nə yox içərisində baxmaq olur. Deməli, metodlarımız var. Bunlar konstruktorlardır. Konstruktoru keçəcəyik gələcəkdə inşallah. Burada nə var, nə var? Burada metodlar var. O ki, bizim işimizə yarayan metodlara baxmaq lazımdır. Neyse, yəni demək istədiyim bildiyimiz bir klassdır string. Və biz string klassından, baxın bu cür metodlar var. To lowercase. Stringin bütün hərflərini böyük hərfdən kiçik hərfə keçirdir. Bu şəkildə metodda. To uppercase. Kiçik hərfləri böyük hərf eləyir. Trim. Boşluqları. Necə? Camel case kimi. Camel case formasına salır, yəni. Camel case eləmir. Yəni, gəlin baxaq da, məsələn, birinə baxaq. To lowercase. Bu metodu istifadə eləmək istəyirəm. Bir dəyişən yaratdım. Adı name'dir. Ona verdim bu şəkildə bir dəyər. Deyirəm ki, name. Lower olsun da yəqin balaca olar da mənim. Necə? Lower olsa yəqin balaca olar. Bəli, hamısı balaca olsun. To lowercase eləyirəm bunu. Bunu bir də çap elətdirək. Baxa nə şəkildə çap olacaq bu İsa sözü. Mən verəndə buradakı i hərfini böyük hərfinə vermişdim. Hamısını çevirdi, elədi kiçik. Və ya bunun əksi də mümkündür. System.println. Metodların hamısına baxacaq. Ən azından lazımlı olanlarına baxacaq birazdan. Əvvəlki metodlara çatana qədər var. İkisini göstərim. Sadəcə bilək ki, string adi bir klassdır. Bildiyimiz bir klassdır. Qeyri-adi bir şey deyil. To uppercase metodlar dəyişənlər falan olur. Bəs o birisi necə olur müəllim? Necə? O birisi nədir? Bu uppercase onsuz da hərfin hər biri böyük olar. Hə, hər birini böyüyə çevirir. Burada camel case baxın belə eləyir. Camel case bunlara aid deyil. Camel case sadəcə adlandırma üsuludur. Adlandırma üsulu. Biz məsəl üçün camel case istifadə edirik. Camel case, mən bunları qatışdırıram. Camel case hansı idi? Camel case balaca, böyük, belə. Hərfin birincisi böyük, ikinci balaca, üçüncü böyük. Belə, baxın camel case belədir. Məsəl üçün biz adlandırmada bunu istifadə edirik. String. Demək istəyirəm ki, ata adı məsəl üçün, hə? Bu şəkildə yazıram. Father name. İlk sözün ilk hərfi kiçik, digər sözlərin ilk hərfi böyük. Bu şəkildə. Bu camel case'dir. Camel case. Yəni, niyə camel deyirlər? Camel dəvətdə bildiyimiz kimi dəvənin hörgücünə oxşayır, nəsə elə bir şey, elə bir məntiq yürüdürlər. Kiçik, sonra burada bir hörgüc, böyük hərflə, sonra kiçik. Yəni, hər sözün birinci söz istisna olmaqla ilk hərfi böyüklə yazılır. Bu camel case'dir. Bir də olmalıdır Pascal case. Aha, deyə bax bu. Pascal case belədir ki, biz onu klassları adlandıranda istifadə edirik. Hər bir sözün ilk hərfi böyüklə yazılır. Məsəl üçün, yeni bir klass yaradıram. Nə ola bilər bu? Bir də mən snake eşitmişəm müəllim. Snake case? Bəli. Hə, snake case də... Yəqin o hamısı balaca olan aydılar. İndi onu deyəcəm, snake case. Pascal case'i biz istifadə edirik klassları adlandıranda. String, nə bilim, initializer, nəsə random bir ad verdim. Baxın, klass adlandırması apardım. Bu artıq adlanır Pascal case. Bütün sözlərin ilk hərfləri böyüklə. Camel case deməli harda istifadə olunur? Dəyişəni adlandırarkən və metodu adlandırarkən. Bu şəkildə camel case. İlk hərf kiçik, ilk sözün ilk hərfi kiçik, digər sözlərin ilk hərfləri böyük. Bu camel case'dir. Pascal case klassları adlandırarkən. Bütün sözlərin ilk hərfləri böyüklə. Bir də snake case sizin dediyiniz o
bu şəkildədir. Yəni, father name yazacağım. Adlandırma, yəni sözlər arasındakı boşluq alt tirə ilə verilir. Bu snake case-dir. Bu snake case-dir. Bunu istifadə eləyirlər fikrimdən çıxdı. Neysə. Konstantları verərkən bunu belə istifadə edirlər. Konstant. Məsəl üçün, neysə, mövzumuzdan kənardır. Dəyişməyən dəyərləri verəndə burada verək. Dəyişməyən dəyərlər verəsi olsaq, user age deyəcəm. O zaman belə. String niyə verdim? Bunu integer eləyək, bura bir dəyər verək. Bu şəkildə. Dəyişməyən dəyər olduğunu bildirmək üçün bu şəkildə snake case-dən istifadə edirlər və bütün hərflər də böyüklə yazılır. Sonra bu snake case-i silək. String nə dedik? Adi bir klassdır. Biz ondan data tipi kimi istifadə edirik bir dəyişən yaradanda və həmin dəyişəndə bir mətn saxlamaq istəyiriksə. Buradakı kimi. String name İsa. Burada qeyri-adi bir şey yoxdur. Yəni, indiyə kimi bütün dərslərdə biz bundan istifadə eləmişik. İndi danışmaq olar stringin digər dəyişənlərdən fərqlilikləri var, onlardan. Başlamaq lazımdır string pool'dan. Bunu bilirsiniz, string pool. Dırnaq içərisində yazılır. Böyle string tipli bir dəyişənə dəyər verəndə, onu qoşa dırnaq içərisində yazmaq lazımdır. Tək dırnaq chardır, yəni character. Bir simvolu ifadə eləmək üçün tək dırnaq, simvollar çoxluğu və bir mətn ifadə eləmək üçün qoşa dırnaqdan istifadə olunur. Bunu açaq. Deməli, biz dəyişənlərin yaddaşda yerləşməsini təsəvvür eləmək üçün stack heap diaqramından, buradakı diaqramdan silirdik və deyirdik ki, bütün birinci primitivlər üçündür. Primitivlər necə idi? Bir dəyişən yaradılırdı, onun üçün bir yer ayrılırdı burada və ona bir dəyər verilirdi. Məsələn, yaş olsun bu, bunu age eləyim. Bu primitiv, bu sadə bir şeydir. Və deyirdik ki, bütün digər o referanslar necə saxlanır? Dəyişən özü burada yaradılır. Bu ola bilər, məsəl üçün, student. Yenə burada bir boşluq, sonra burada bir obyekt yaranır. O obyektin içərisində bu studentə aid olan bəzi məlumatlar doldurulur və buradakı dəyişənimiz istinad edir buradakı obyektə. Biz bunu şamil eləyirdik bütün referans tipli dəyişənlərə. Amma ki, burada bəziləri fərqlənir. Bunu silirəm. O fərqlənənlərdən biri də stringdir.
Belə deyək. String pool'dan danışırıq. Bunu silirəm. Bir dənə də klası yaradıram. Adi bildiyimiz, məsəl üçün, student klası. Burada şagirdin neyi olur? String name'i. First name eləyək onu. String surname, best. Adı, soyadı. Student 1 bərabərdir new student. Bundan 1-2 dənə yaradıram. 2, 3. 3 dənə yaratdım, best. Mən bu kodu 3 dəfə belə yazanda yaddaşda məndə nə baş verir? 3 dənə obyekt yaranır. Bu 2, bu 3. Və həmçinin stackimdə də 3 dənə dəyişən yaranır. Hoppa. Bu 1, 2, bu da 3. Adi bildiyimiz referans tipli dəyişənlər üçün bu belədir. 3 dənə obyekt yaratdım. Bu kodu yəni 3 dəfə yazdım. Getdi yaddaşda 3 dənə obyekt yaratdı. Student 1 və onun istinad elədiyi obyekt, student 2 dəyişəni və onun istinad elədiyi obyekt, student 3 dəyişəni və onun istinad elədiyi obyekt. String və onun bənzəri dəyişənlərdə artıq burada bir fərqlənmə var. Gəlin ona baxaq. String pool anlayışı da burada qarşımıza çıxır bizim. Bunun bənzərini string üçün də eləyirəm. Name 1 olsun bu. 2, 3. Adlarını dəyişirəm. Name 2, name 3. Deməli, 3 dənə əlimdə string tipli dəyişən var. Və onların dəyərləri eynidir. Üçünə də bu isa sözünü mənimsətmişəm. Bu yaddaşda başqa cürə əks olunacaq bizdə. Belə bir heap'in içərisində bir boşluq var, bir xüsusi yer var və bu yer adlanır mövzumuzun adı. String pool. Yəni string hovuzu, stringlərin yığıldığı bir hovuz, bir boşluq. Onun adı string pool. Dəyişənlərin bu tərəf yəni istisnasız icra olunacaq. 3 dənə dəyişən stackdə yaranır. Name 1. Name 2. Name 3. Bunlar yaranır. Bunlar üçün bir boşluq ayrılır. Çünki referans saxlayacaqlar özlərində. Burada isə fərqlilik var. Bərabərliyin bu sol tərəfində, daha doğrusu sağ tərəfində olan bu dəyişənlər, bunlar da bir obyektdir. Baxmayaraq ki, biz obyekti bu şəkildə yaradırıq. Stringdə belə yazanda da bir obyekt yaranır. Amma bu obyekt gedib heap'in içərisində yaranmır. String pool'un içərisində yaranır. Bu obyekt yaranır. Obyektin içərisində belə bir dəyər isə. Amma mən bir obyektdən 3 dənə yaratmışam. Bu yaddaşda məndə 3 dənə ayrı obyekt kimi əks olunmur. Obyektlərin biri yaradılır, biri yaradılır. Dəyişənlərimin üçü də istinad eləyir həmin obyektə. Görürsünüz? Bu string pool'dur. Deməli, string də belə işləyir və stringlə yanaşı bütün wrapper type'lar ki var, wrapper type bilirsiniz. Yəni, bir var int, bir də var integer. Bilirsiniz bunu? Bir var double kiçik hərflə, bir də var double böyük hərflə. Keçilib bunlar. Desəm xeyr. Tamam. Wrapper type'ları
İndi öyrənərsiniz, daha keçib bu mövzu, ondan imtahan olunmayacaqsınız. Bütün wrapper type'lar da bu şəkildə işləyir. Pool məntiqi ilə işləyir. Neysə, string üzərindən gedək elə. Tamam. Burası aydın oldu. Deməli, bunun həqiqətən belə olub olmadığını mən necə yoxlaya bilərəm? Bu student obyektlərin kommentariyadan çıxardıram. İndi xanım, siz mənə deyin. Görək, bu kodun nəticəsi nə olacaq? Nə olacaq bu kodun nəticəsi? System.println student 1 obyekti bərabərdirmi student 2 obyekti? Bu ifadə mənə bir boolean tipli dəyər qaytarır. Yəni, ya true qaytarır, ya da false qaytarır. İndi ikisindən hansını qaytaracaq? True yoxsa false? Məncə, biraz məntiqli fikirləşsək false. Niyə? İzah eləyə bilərsiniz? İzahı tam eləyə bilmirəm. Amma normalda görsənir ki, true qaytarmalıdır. Amma ki, sizin dediklərinizdən, necə deyim, belə qənaətə gəldim ki, false qaytarmalıdır. Ümumiyyətlə, adi halda, yəni kod üzərində əlavə bir dəyişiklik eləməmişəmsə mən, istənilən iki referans tipli dəyişənin müqayisəsi, yəni bərabər olub olmadığının müqayisəsi həmişə false qaytarır, həmişə. Baxın, bu false qaytaracaq, bu nəqd. Bunlar bir qırağa, system.println, bir-iki dənə də yazıram. Bu dəfə deyirəm, student 2 bərabərdir student 3. Birini də yazıram, o da olsun student 1 bərabərdir student 3. Yaxşımı? 3 dənə fərqli hal. O zaman onlar da false qaytarır. Bəli, hamısı false qaytarır. Bu, studentdən asılı olan bir şey deyil. Ümumiyyətlə, referans tipli dəyişənlərin müqayisəsi həmişə false qaytarır. Yaxşımı? Bu bir qaydadır. Onun da səbəbi nədir? Səbəbi odur ki, bu ayrı obyektdir və burada yaratdığım obyekt ayrıdır. Burada yaratdığım obyekt ayrıdır və burada yaratdığım obyekt ayrıdır. Biz bu şəkildə bu dəyişənləri müqayisə eləyəndə həmin obyektlərin referanslarını müqayisə eləmiş oluruq. Və hər obyektin də referansı unikaldır. Yəni, hər obyektin özünə məxsus bir referansı var. Heç biri bir-biri ilə eyni deyil. Hamısı bir-birindən fərqlidir. Ona görə təbii olaraq, lab obyektlərin içərisindəki dəyişənlərin dəyərləri bərabər olsa belə, burada first name ilə surname var da, belə bir müqayisə aparaq biz, daha məntiqli olsun. Birinci studentə bir-iki dənə dəyər verəcəm onun dəyişənlərinə. First name olsun İsa, student bir surname olsun Qurbanov bu şəkildə. Bunun eynisini student 2 üçün də eləyirəm. Obyektin adını student 2-yə dəyişirəm. İndi əlimizdə 2 dənə obyekt var. İkisinin də dəyişənləri eynidir. İkisində də first name İsadır, surname Qurbanovdur. Yəni, mən bunları müqayisə eləsəm false alacam. Bunu nəyə oxşatmaq olar? Məsəl üçün, 2 dənə maşın var qabağınızda. Maşınların branda eynidir, rəngi eynidir. Hətta probeqlərinə qədər eynidir. Yəni, probeqin nöqtə vergülünə qədər eynidir. Amma maşınların nömrələri fərqlidir. Çünki bir nömrə 2 maşında ola bilməz də. Bu nömrə maşınların unikal nişanıdır. Bir-birindən ayırt eləmək üçündür. Sizə deyirəm ki, bu maşınları müqayisə eləyin, görün, bu maşınlar eynidir ya yox. Siz bütün maşının xüsusiyyətlərini qoyursunuz qırağa, nömrələri baxıb müqayisə eləyirsiniz. Nömrələr də təbii olaraq müxtəlifdir. Ona görə siz deyirsiniz ki, bu maşınlar eyni deyil. Baxmayaraq ki, maşınları belə bir-bir göstərsəm sizə heç fərqin ayırt elətdirə bilmərsiniz. Bu da onun kimi bir situasiyadır. Mən student klası üzərində əlavə bir dəyişiklik aparmamışamsa, elə dəyişikliklər aparmaq mümkündür ki, referansa görə müqayisə eləməsin, götürüb bu dəyişənlərə görə müqayisə eləsin. Mən onu aparmamışam. Deyirəm ki, bunları müqayisə elə, götürür referansları müqayisə eləyir və təbii olaraq false çıxır. Bu, bütün referans tipli dəyişənlər üçün belədir. Və string də bizdə bir referans tipli dəyişəndir. Yaxşımı? String bizdə referans tipli dəyişəndir. Hardan bilirik?
Çünki birincisi bir klass əsasında yaradılır. Biz tipi necə veririk? Bir klass istifadə eləyərək tipi veririk də. Bu string. Bu bir klassdır və mən klass istifadə eləyərək tip verirəmsə, deməli mənim dəyişənim referans tipli dəyişəndir. Bu bir. İkincisi də ki, bu tərəfdə verdiyim dəyər bir obyekt olaraq saxlanılır heapdə. Bu belə. İndi mən bunları müqayisə eləyəcəm. System.println name1 bərabərdir name2. Birini də yazıram. Name2 bərabərdir name3. Bayaq dediyimiz qaydaya əsasən nə dedik? Dedik ki, referans tipli dəyişənləri müqayisə eləyəndə qoşa bərabərdir vasitəsilə həmişə false alırıq. Bu qaydaya əsasən mən nə almalıyam? Buradan da false almalıyam, buradan da false almalıyam. Müqayisə eləyək. Məncə true olar indi. Amma indi true oldu. Bu fərqin... Ona görə ki, müəllim, orada, necə deyim, burada sadəcə olaraq mənimsətmişik, onun cavabı çıxır. Mən yəni belə baxmışam. Sadəcə mənimsətmişik. Yəni, məsəl üçün, name1, hədə obyekt yaratmışıq, məsəl üçün, bərabərdir, hamısına eyni vermişik də, yəni. O da true çıxırdı, yəni məntiqlə götürəndə. Bildim. Dolayısı yolla düzdür, amma ki, onun kökündəki səbəbi axtarmaq lazımdır. Baxın, deməli, aldıq biz true. Baxmayaraq ki, string referans tipli bir dəyişəndir və mənim yaratdığım bu, mənimsətdiyim bu dəyər bir obyekt olaraq yaranır. Yəni, mən burada düzdür. Buradakı kimi, məsələn, new student, new string yazmamışam. Nə olsun yazmamışam? Bu, vserovna necə saxlanır? Obyekt kimi saxlanır yaddaşda. Burada da bunu təsvir eləmişəm mən. Bunun doğru çıxmağının səbəbi odur ki, biz nə dedik? Referans tipli dəyişənləri müqayisə eləyəndə qoşa bərabərdir vasitəsilə onların referanslarını müqayisə eləyirik. Burada 3 dəyişən də, name1 dəyişən də, name2 dəyişən də, name3 dəyişən də bir obyektə istinad eləyir. Baxın, buradan görsənir. 3 dənə hərəsi bir obyektə istinad eləmir. Bir dənə obyekt yaradılıb, ona istinad eləyir. Bir obyektə istinad eləməkləri o deməkdir ki, üçünün də referansı eyni olacaq. Bunun referansı netsə, məsələn 11x12, nəsə belə bir referans yazdım özümdən. Bunun da referansı eyni olacaq. Name2-nin də referansı eyni olacaq. Name3-ün də referansı eyni olacaq. Və qoşa bərabərdir. Neyləri müqayisə edir? Referansları müqayisə edir. Referansları müqayisə edir. Referanslarımız da eynidir. Eyni olduğu üçün biz true alırıq. True. Yəni, həqiqətən burada bu sözlə, bu sözün müqayisəsi gedib bir nəticə almırıq. Buradakı referansla buradakı referans. Sonra da buradakı referansla buradakı referansın müqayisəsi gedir. Və referanslar da eynidir. Ona görə biz true alırıq. Aydındır? Belə. Burada əsas başa düşməli olduğumuz hissə budur. Biz string data tipində bu şəkildə, baxın, yəni bərabərdir yazıb, birbaşa mətnin buna mənimsətsək, bu şəkildə dəyişənlər yaradanda, əgər mənimsətdiyimiz dəyərlər eynidirsə, hansı ki, burada eynidir, İsa. Java gedib, özü üçün əlavə iş çıxarmır, gedib bir də mənim dəyişənlərimin sayı qədər obyekt yaratmır. Baxır, görür, mənim mənimsətdiyim dəyər eynidir. Deyir, elə bir dənə obyekt yaradım burada, string pool'un içərisində. Bütün dəyişənləri istinad elətdirim həmin obyektə. Həm yaddaşdan qənaət edirəm də ki, işdən, yəni əlavə iş görməmiş olur. Çünki obyektlər yaddaşda bir xeyli yer tutur. Yaxşımı? Yəni əlavə bir obyekt yaratmaq yaxşı bir iş deyil. Yəni əlavə bir obyekt yaratmaq yaxşı bir iş deyil. Yaddaşdan qənaət eləməmiş oluruq əldə. Həm də obyekt yaratma əməliyyatı biraz ağır əməliyyatdır. CPU-dan çox resurs yeyir. Bizim CPU-muzdan çox resurs götürür. Ona görə də nə edir? Bir dənə yaradır obyekt. Onsuz da eynidir. Yəni bu İsa da eynidir, bu da eynidir.
Bir dənə obyekt yaradır, dəyişənlərin hamısını istinad elətdirir ona. Bu string pool mexanizmasıdır. Bu aydın oldu. Bunu da niyə yazdım? Bunları niyə müqayisə elədim? Çünki sübut eləmək üçün ki, üçü də eyni obyektə istinad eləyir. Çünki üçü də eyni obyektə istinad eləyirsə, mən onları müqayisə eləyəndə true almalıydım və true da aldım. Bu aydın oldu sizə string pool. Bəli, müəllim. Aha. İndi string pool işləyir, işə düşür. Mən dəyişənimi bu şəkildə yaradanda. Bunlardan birini silirəm. 2 dənəsi bəsdir bizə. Mən dəyişəni bu şəkildə yaradanda. Bir də var, mən dəyişəni yaradıram. O ənənəvi obyekt yaratma üsulu ilə, yəni new açar sözü istifadə edərək. Deyirəm string, bu name 3 olsun. Bu şəkildə isa yazmıram. Nə yazıram? Deyirəm new string. Adi obyekti yaratdığımız kimi. Və dəyəri bunun içərisinə arqument kimi atıram. Deyirəm isa. İndi bir şey də eləyək. Bir müqayisə də aparaq. Bu dəfə name 1 ilə name 3-ü müqayisə eləyəcəm. Name 1 qoşa bərabərdir name 3. Yaxşımı? 2 dənə müqayisəmiz var. Bu ikisi nədir? Name 1 ilə name 2-dir. İkisi də eyni şəkildə, yəni bildiyimiz stringin yaradılması, string tipli dəyişənin yaradılması yolu ilə yaradılıb. Bir də üçüncüsü var, name 3. Onu da name 1 ilə müqayisə eləyirəm. Name 3-ü nə şəkildə yaratmışam? Adi obyekt yaratma üsulu ilə. Məsələn, buradakı studenti necə yaratmışam? Student 2 bərabərdir new student. Bunu da eyni şəkildə. String name 3 bərabərdir new string. Bir də bunu müqayisə eləyib baxaq. Baxın. Birinci müqayisəmizdən nəticə true-dur. Bunu bayaqları gördük yolsuzdur. İkinci müqayisədən nəticə false oldu. Deməli, artıq baxmayaraq ki, bura eyni dəyəri ötürdüm, fərqli bir obyekt yaradıldı heapdə. Bu obyekt artıq necə yaranır? String pool'un içərisində yaranmır. String pool'dan kənarda heap'in içərisində yaranır. Bunu biraz kiçildək. Bunun içərisində də eyni dəyərdir. Baxmayaraq ki, eyni dəyərdir, fərqli şəkildə yaradıldı. Name 3. Bunun artıq referansı da fərqli olacaq. Burada başqa bir dəyər olacaq. Və bu istinad eləyəcək buna. Və qoşa bərabər üçün nə dedik? Yenə təkrarlayıram. Qoşa bərabərdir, referansları müqayisə eləyir, referans tipli dəyişənlərdə. Artıq name 1 ilə name 3-ün istinad elədikləri obyektlər fərqləndi. Name 1 istinad eləyir string pool'un içərisindəki bir obyektə. Name 3 istinad eləyir string pool'dan kənardakı bir obyektə. Dolayısıyla onların referansları da fərqlənəcək. Bunun referansı burada görürük ki 11-12-dir. Bunun referansı 11-23-dür. Ona görə də qoşa bərabərdir vasitəsilə bunları müqayisə eləyəndə referanslar fərqlidir deyənə mən false alacağam. Belə. Əgər string dəyişənləri bu şəkildə yaradılarsa, onlar string pool'a düşməz. Yəni, mən götürüb bundan 3 dənə yaratsam, name 4, name 5 kimi yaratsam, bunların hamısı götürüb özü üçün. Necə? Deyirəm, bir də yəqin false çıxar. Çünki ayrı düşür axına görə. Bəli, hə. Artıq bunların müqayisəsi false qaytaracaq bizə. Bunların müqayisəsi bizə qaytaracaq false. Bu şəkildə yaradanda string pool mexanizmasından istifadə edə bilmirəm. Ona görə neçə dənə dəyişən yaratsam, o qədər də nə yaranır məndə? Obyekt yaranır. Və bu da yaddaşa qənaət cəhətdən yaxşı deyil. 3 dənə yaratmışam, gəlib 3 dənə eyni dəyəri daşıyan obyekt yaranacaq məndə. Sonra bunların dəyişənləri yaranacaq, onlar da bunları istifadə. Elə bir belə yazanda əlavə yer tutur, ona görə düzgün deyil. Bəli. Bu şəkildə yaradanda artıq əlavə yer tutur. Və əlavə yer tutmasın deyənə, yaddaşdan qənaət eləyə bilək deyənə string pool mexanizması var. String pool da nə vaxt işləyir? Biz dəyişəni bu şəkildə yaradanda. Aydındır? Belə. Bu string pool. Nə üçündür? Yaddaşdan və ümumiyyətlə kompüterin resurslarından
resurslarına qənaət eləmək üçün. Sonra indi string pool mexanizması var. Nə gözəl, nə yaxşı, amma belə bir problem də gətirir bu özü ilə. Bunları silməzdim kaş. Bir dəqiqə əlavə yazaq. Qalsın burada. Bir də yazıram. String name 1 bərabərdir İsa. String name 2 bərabərdir İsa. Xanım, dərs bitəndə bir dənə çıxmazsınız, sizdən bir söz soruşacağım. Oldu mənim. Keçən dəfə yazdığınızla əlaqəli. Tamam, oldu. İndi belə bir problemlə qarşılaşırıq biz. Bunu silirəm, bir də əlavə şeyləri təmizləyək. İndi bizim iki dəyişənimiz də istinad edir bir obyektə. Yaddaşdan qənaət eləyirik, nə yaxşı. Amma belə bir problem var. Mən birinci dəyişən vasitəsilə, yəni name1 vasitəsilə götürüb buradakı dəyəri dəyişə bilirəm. Yazıram ki, name1 bərabərdir, qoyuram dırnaqları və bura başqa bir dəyər yazıram. Yazıram xanım. Yaxşımı? İkisi də bir obyektə istinad eləyir. Bu da buna baxır, bu da buna baxır. Fərz eləyək ki, bir analoq verək. İki nəfərdir, bir stolun başında dayanıblar. Qabaqlarında bir vərəq, bir A4 vərəq. İkisi də bir A4 vərəqə baxır. A4 vərəqin üzərində yazılıb İsa. Birinci adamdan soruşuram, nə yazılıb? Deyir İsa. İkinci adamdan soruşuram, nə yazılıb? Deyir İsa. Yaxşımı? Amma birinci adam əlinə qələmi götürür, başlayır vərəqin üzərində başqa bir şey cızmaqara eləməyə, başqa bir şey yazır. Yazır xanım. Birinci adam dəyişiklik eləyir, amma dəyişikliyi təkcə özünə təsir eləmir, yəni təkcə özündə əks olunmur. İkinci adam da həmin dəyişikliyi görür. Bizdə belə bir problem var. Mən birinci dəyişən vasitəsilə gəlib bu obyektin içərisindəki dəyəri dəyişsəm, yəni İsa'dan çevirsəm eləsəm xanım. Bu dəyişiklik həmçinin əks olunmalı idi. Bu onda xanım olaraq çıxar yəqin. Çünki sonradan dəyər təyin olunur. Yəni ikinci dəyişənin mən dəyərinə baxsam, deyirsiniz ki, orada da xanım görsənməlidir. Çünki eyni obyektə baxırlar. Fikirləşin ki, gəldi, məsələn mən bunu hələ ki komment eləyirəm. Bu kodu yazdım, yaxşımı? Proqram gəldi, mən deyirəm ki, name1-ə mənimsət xanım mətnini. Gəlir, baxır, name1 burada, yaxşımı? Name1-in dəyərinə baxır, görür bu bir referansdır. Referansdırsa bu hansısa bir obyekti göstərir. Gəlir, obyekti tapır, görür obyekt buradadır və bu obyektin içərisindəki dəyəri dəyişir eləyir xanım, yaxşımı? Amma iş orasındadır ki, name2 də buna baxır. Yəni mən bir nəfərin adını dəyişdim, ikinci adamın adı da dəyişdi mənim proqramımda. Belə bir şey baş verərsə bu problemdir. Çünki fikirləşin ki, bir proqram qurmuşam. İstənilən bir şey, yəni üçəx şey ola bilər. Məsəl üçün, bir universitet üçün və ya bir məktəb üçün tələbə məlumat sistemi, şagird məlumat sistemi və orada eyni adlı şagirdlər var. Yəni adamdır, indi adlar eyni ola bilər. Mən bir nəfərin adını dəyişirəm, bütün eyni adlı şagirdlərin adı dəyişir. Xarab oldu proqram, yəni gəlin də onu hər kəsin adını tap düzəlt. Mənim dediyim senaryoda belə bir problem var. İndi bunu necə həll eləyiblər ona baxaq. Bir də baxaq problemə. Mən gəldim name1 vasitəsilə bunu name1-in adını xanım elədim, yaxşımı? Name2-nin də, yəni ikinci şagirdin də, ikinci şəxsin də adı dəyişdi, oldu xanım. Bax, həqiqətən elədimi? Run eləyək. Problem çıxacaqmı bizdə? Problem çıxmadı. Baxın, dediyim senaryonu, yəni fikirləşiblər qabaqcadan, həll eləyiblər. Necə həll eləyiblər, ona baxacaq. İkincinin adı, yəni ikinci dəyişənin özündə saxladığı dəyər dəyişmədi, İsa. İsa olaraq qaldı. Name1 amma dəyişdi.
Sistemat println name 1-ə baxaq. Name 1 olacaq xanım, name 2 olacaq İsa. Yaxşımı? İndi onu necə həll eləyiblər? Bir qayda qoyublar ki, bu artıq ikinci başlıq olaraq yaza bilərəm. String is immutable. String immutable'dır. Bu immutable dəyişilməz deyə bilərik Azərbaycanca. Dəyişilməz. String dəyişilməzdir. String tipində bir obyekt yaradıldığı andan və yaradıldığı andan silinəcəyi ana qədər heç cürə dəyişdirmək onu mümkün deyil. Dəyişilməzdir. Yaxşımı? İndi bu necə əks olunur bizdə yaddaşda? Deməli, mən bunu yaratdım. Yaxşımı? Deməli, mən bunu yaratdım. Yaxşımı? Dəyişən yarandı, obyekt string pool'da yarandı. String pool'da obyekt yarandıqdan sonra bu obyekt sanki kilitlənir. Artıq bunun içərisindəki heç bir dəyər dəyişilə bilməz. Mən deyəndə bu sətri yazanda, yəni name 1-in istinad etdiyi obyektdəki o dəyəri dəyiş, yəni İsa'dan xanıma çevir, nə baş verir? Bu obyekt qalır olduğu kimi, yeni bir obyekt yaradılır biz üçün. Yeni bir obyekt yaradılır və mənim mənimsətmək istədiyim bu yeni dəyər yazılır bu obyektə. Bu yazdığım bu xanım dəyəri yazılır bu obyektə. Və mənim name 1 dəyişənim istinad eləyir artıq yeni obyektə. Yəni bu xanım dəyəri olan bu obyektə istinad eləyir. Artıq əlimizdə alındı 2 dənə yeni obyekt. Dəyişənlərdən biri bu obyektə, biri də ki bu obyektə istinad eləyir. Və mən nəticədə bunu alıram. String nə oldu? Oldu dəyişilməz. İndi bunu biraz yuxarı keçirdik. İndi birində bir dəyişiklik də eləyirəm. Name 2 bunu dəyişək, eləyək Hülya bu şəkildə. Yenə buna əl vurmaq mümkün deyil. Bu qalır olduğu kimi yeni bir obyekt yaradılır. Hülya. Özündə Hülya dəyərini saxlayan bir obyekt yaradılır. Bu gəlir düşür string pool'a. Və bizim dəyişənimiz, bu name 2 dəyişəni istinadını çevirir köhnə obyektdən tez obyektə bu şəkildə. İndi sizə sual. Buradasınız, səsim gəlir. Bəli, müəllim. Bu obyekt istinadsız qaldı, düzdür? Görürsünüz, yəni bu obyektdə istinad var, name 1 dəyişəni. Və bu obyektdə də istinad var, name 2 dəyişəni, düzdür? Bu obyekt, bizim bu obyektimiz, özündə İsa dəyərini saxlayan obyekt qalır istinadsız şəkildə. Düz ya səhv? Bəli. Düzdür. Bəs nə olur bunun aqibəti? Keçən dərsdən keçmişik. O avtomatik silinir də müəllim. Bəli, avtomatik deməyək, garbage kollektor vasitəsilə. Bəli, müəllim. Garbage kollektor vasitəsilə silinir, atılır. Garbage kollektor bunu siləcək və beləcə yaddaşın dolmasının qarşısını alırıq. Belə. Bu string pool və string pool istifadə eləyərkən qarşılaşdığımız problem və onun həlli. Deməli, problem nə idi? Bir də özət keçək üstündən. Problem o idi ki, string pool yaddaşdan qənaət üçün bizim üçün nə təmin eləyirdi? Bir dənə obyekt yaradırdı, əgər dəyərlər eynidirsə.
və bütün dəyişənləri istinad elətdirirdi həmin obyektə. Bu belə bir problem yaradırdı ki, mən bir dəyişən vasitəsilə obyektin halını, yəni obyektin içərisindəki dəyişənlərdən birinin dəyərini dəyişdikdə, bu digər dəyişənlərdə də əks olunurdu. Necə ki, burada mən name1 vasitəsilə gəlib adı dəyişirdim, name2-nin də adı dəyişirdi. Onun qarşısını necə aldıq? Immutability ilə. String immutability. String elədik immutable, yəni dəyişilməz. String yarandı mı, artıq yarandığı halı dəyişə bilmirdi. Yəni yarananda mən ona nə dəyər vermişəmsə, obyekt o şəkildə də qalırdı. Və mən dəyişənin dəyərini dəyişmək istəyəndə, məsələn, burada İsa dəyəri ilə yaratmışam, sonra getirmişəm xanım eləmək istəyəndə, həmin obyekt olduğu kimi qalırdı, yeni bir obyekt yaradılırdı və dəyişənin istinadı dəyişdirilirdi yeni obyektə. Bu şəkildə də həmin xətadan necə deyək, xilas olmuş olurduq belə. Bu stringin immutable olması. Problemlər qurtarmır. Bu da özü ilə bir problem gətirir. Gəlin indi ona baxaq. Və problemin həlləri. Başlığa ad verək string in loops. String concatenation in loops və həllimiz də budur. String builder. Stringin immutable olması, yəni string tipli bir obyektin yaradandan sonra dəyişdirilə bilməməsi belə bir problem yaradır bizi üçün. Bir dövr yazıram. Bu dövr eləsin 100 dəfə və i++. Bir də string, bunları hamısını komment edeyim. Bir dənə də dəyişən yaradıram özüm üçün. String tipli dəyişəndir. Ad verməyə elə də ehtiyacı yoxdur, heç dəyər verməyə də ehtiyacı yoxdur. Mən istəyirəm ki, bu dövrü 100 dəfə dövr eləsin və hər dəfəsində mənim string obyektimə belə bir ulduz əlavə eləsin. Hər dəfəsində bir ulduz. Birinci dövrdə bir ulduz, ikinci dövr bir ulduz. Hər dövrdə bir dənə ulduz və nəticədə məndə neçə dənə ulduz olacaq? Bir 100 dənə ulduz olacaq bu şəkildə. Onun kodunu yazıram. Deyirəm ki, S plus bərabərdir ulduz. Belə. Bu mənim üçün həmin işi görəcək və sistemə println nəticədə də S-i çıxartsın. Kodu run eləyirəm. 100 ulduz olan string görürük burada. Əla. Problem hardadır? Problemi özü burada bizə göstərir. Deyir ki, string concatenation in loop. Dövrün içərisində string concatenation eləmişsən. Concatenation nədir? Stringin bir string tipli dəyərin axırına gətirib neysə birləşdirmək. Bu kodun nə iş gördüyünü bilirsiniz də yəqin ki. Getirir, hər dövrdə bir ulduz birləşdirir axırına. Problem oradadır ki, string immutable'dır. String immutable'dır. Biz bir string obyekti yaradılanda onun dəyəri dəyişdirilə bilməz. Onun əvəzinə nə baş verər? Yeni bir string obyekti yaradılar, yeni dəyər ona mənimsədilər və köhnə obyekt silinər. Onu bir burada göstərək. Bu S burada. Mən sizə tapşırıq vermişdim. Sizin qrup, hani burada. Bu. Tapşırıqları kim eləyib? Tapşırıqları eləmirsiniz, niyə? Yəni, düzü çoxdan tapşırıqlardır bunlar.
Bir dənə Hülya eləyib. Xanım, tapşırıqları yerinə yetirin, zəhmət olmasa. Çünki Mən nəzəriyyə hissəsini çox asanlıqla belə deyim başa düşürəm. Amma tapşırıq edəndə niyəsə eləyə bilmirəm. Dərsin ümumiyyətlə nəzəriyyə hissəsini başa düşürəm, amma nəsə tapşırıq olunanda, yəni ipucuları formasında nəsə bilirəm ki, hə bunu belə yazsam belə alınar, amma tam olaraq özüm eləyə bilmirəm, nə də başqa vasitədən istifadə eləmək istəmirəm. aydındır. Nəzəri qədər praktiki də önəmlidir, bilirsiniz də yəqin. Hətta nəinki nəzəri qədər daha önəmlidir. Çünki biz istəyirik ki, əvvəl-axır bir nəsə proqram ortaya qoyaq. Bu kurs müddətində və ya bu kursu bitirdikdən sonra. Onun üçün də nəzəri kifayət eləmir, yəni. Nəzəri onun üçün praktika lazımdır. Bu xırda tapşırıqlardır bunlar. Xırda tapşırıqları yerinə yetirə biləsiniz ki, gərək. Sonra bunları birləşdirib nəsə bir proqram ərsəyə gətirə biləsiniz. Eləyə bilmirəm deyib kifayətlənmək bu düzgün deyil. Yəni, vasitələr indi şükür Allah günümüzdə çoxdur da, əvvəlki kimi deyil. Süni intellekt, mən bayaqları dərs başlamamışdan qabaq bir 10 dəqiqəyə tam proqram yazdım süni intellekt vasitəsilə. Hətta yəni mən yazdım desəm ayıb olar mənim üçün. O yazdı, qoydu. Həm front-endini, həm back-endini, həm database-ni, hər şeyini düzəltdi, qoydu. Yəni demək istədiyim odur ki, vasitələr çoxdur. Vasitələrdən tapşırığı yazmaq üçün istifadə eləməyin, amma tapşırığı necə yazmağınızı öyrənmək üçün istifadə edin. Aydındır. Yazmağa çalışın, cəhd eləyin. Alınmayan yerdə vasitələrdən istifadə edin. Tapşırıqları yazın, yazmalısınız. Kursu bitirmək bir şey deyil. Kursu rahat bitirəcəksiniz siz. Lazım olan odur ki, kurs bitəndə artıq nəsə bir iş görə biləcək, proqram yaza biləcək hala gələsiniz. Hətta işləməsiz belə. Yəni bu sahədə elə adam var işləmək istəyir, elə adam var işləmək istəmir. İşləmək istəməsiz belə hətta hobbi olaraq geri nəsə yaza biləsiniz. Neysə, tapşırıqları yazmağa çalışın, zəhmət olmasın. Burada göstərmək istədiyim odur ki, biz bu proqramı yazanda və bu proqramda dəyişən olaraq, dəyişənin tipi olaraq string istifadə edəndə, string immutable olduğu üçün belə bir hal yaranır bizdə. Deməli, obyekt yaradılır birinci. Obyektimizi yaradanda verdiyim dəyəri görürsünüz də boşdur. Obyektin içi ona görə olacaq boş. Sonra mən deyirəm ki, birinci dövrdə nə baş verir? Obyektin axırına bir dənə ulduz əlavə olunur. Ulduzu, düzdür, mən kodu yazmışam, amma nəzəriyyədən bunu bildik ki, string dəyişilməzdir. Bu yarandı mı, mən artıq gəlib bunun içərisində nəsə yaza bilmirəm. Artıq yaranıb və immutable-dır, dəyişilməzdir. Ona görə nə baş verir? Obyektin bir kopyası yaradılır və onun içərisinə yazılır. Bu birinci dövr. Və bu garbage collector tərəfindən silinir. Bu birinci dövr, yaxşımı? Sonra gəlir ikinci dövr. Bunun axırına biri də əlavə olunmalıdır. Yenə string immutable-dır, bu dəyişilməzdir. Bunun bir kopyası yaradılır. Onun axırına əlavə olunur ulduz və əvvəlki silinir. Burada görürsünüz də, yəni nə qədər əlavə əməliyyatlar gedir. Yeni obyektin yaranması, dəyərlərin kopyalanması, sonra köhnə obyektin garbage collector tərəfindən silinməsi və s. Bunlar əlavə çox işlərdir. Özü də ki, resurs cəhətdən bahalı işlərdir bunlar. Və bunun hamısının səbəbkarı nədir? Stringin immutable olması. Stringin immutable olması. Əgər bizdə elə bir data tipi olsaydı ki, string kimi funksiya göstərsin, yəni özündə mətn saxlasın. Amma immutable olmasın, mutable olsun. Yəni immutable'ın əksi olan mutable olsun. İndi yazacağam. Və bütün bu əlavə əməliyyatlardan xilas olardıq onda. Və belə bir dəyişən də var bizdə. String builder'dir adı. Bu string builder. Bu mutable'dır. Artıq yəni obyekt yaradılandan sonra dəyişdirilə bilir.
String builder qoyuram adın və bunu adi obyekti yaratdığımız kimi yaradırıq new açar sözü vasitəsilə. Və dəyər də verirəm bura, boş dəyər verirəm. Burada s yerinə artıq istifadə eləyəcəm string builderi. String builderi istifadə eləyirəm. Bir dəyişiklik eləməli olacağam burada. Yazıram string builder. Burada concatenation əməliyyatını plusla aparmaq mümkün deyil. String builder istifadə etdiyimiz üçün. Onun üçün metodundan istifadə edəcəm. Append metodu. Bunun axırına da bir dənə ulduz qoyuram. Yəni burada yazdığım kod elə buradakı kodun bir bənzəridir. Sadəcə concatenation üçün plus istifadə eləmirəm, append metodu istifadə edirəm. Və burada da mənim üçün çıxartsın string builderi. Nə deyir burada? Ehtiyac yoxdur. Baxa görə eyni nəticəni verəcəyimi, eyni nəticəni verdi. Amma arxada mən nə etmiş oldum? Kompüterimin resurslarına qənaət eləmiş oldum. İndi buna burada simulyasiya eləyək. Burada necə gedəcək artıq əməliyyat? Bayaqki əməliyyata fikir verdinizsə, mən necə eləyirdim? Obyekti yaradırdım, sonra kopyalayırdım, sonra dəyərini yazırdım, sonra da əvvəlki obyekti silirdim. Amma burada elə olmayacaq. Hər dövrdə artıq obyekt yaradılandan sonra dəyişilə bildiyi üçün sadə şəkildə bu əməliyyat gedəcək. Hər dəfəsində bir obyektin içərisində dəyər bir ulduz artacaq. Ta 100 ulduza çatana qədər. Belə. Düzdür, yəni bu tərəfdən mən onu görə bilmirəm. Yəni mənim üçün çox bir fərqi olmadı. Heç fərqi olmadı hətta. Yəni burada string builder istifadə eləyib run eləyəndə də mən bunu gördüm. Adi string istifadə eləyib run eləyəndə də bunu gördüm. Amma fikirləşin bu əməliyyatı mən proqramın boyu bir yerdə yox, nə bilim bir 100 yerdə falan istifadə eləyirəm. Bir dövrün içərisində concatenation əməliyyatı var və mən orada data tipi olaraq string istifadə edirəm. Görün mənim proqramımı nə qədər yavaşladacaq o və mənim resurslarımı nə qədər boş yerə tükədəcək. Belə. Bu da string builder. Başqa deməli kimdir bu? Aygün də üzülü səbəb. Qeyd eləyək. Sonra stringin metodlarına baxaq. Vaxtımız da var. Stringin içərisində, string klassının içərisində bayaq bir-iki dənəsinə baxdıq. İşimizə yarayacaq metodlar var. Bir-bir baxıb istifadə eləyək onlardan. Birinci bir string yaradıram. String name olsun bu. Yazım Hülya. Klassın içərisinə baxaq. Baxaq burada nə var? Belə bir metodumuz var, length. Yəni uzunluq metodu. Stringin saxladığı o mətnin neçə simvoldan ibarət olduğunu göstərir bizə. Name.length deyirəm. Çap elətdirək. 5. Hülya sözü 5 hərfdən ibarətdir. Sonra is empty. Boş olub olmadığını göstərir. Boş olub olmadığını göstərir. Bir dənə də boş string yaradıram burada. Onun üstündə yoxlayaq bunu. String name 2. Dəyər verirəm, amma dəyəri boş verirəm onu. Name 2 is empty. Baxın, true deyir. True deyir. Bunun içərisində nəsə yazsam, artıq false qaytaracaq bizə. False, belə. Sonra char at belə bir metod var. System at printline deyirəm name
nöqtə char at. Bu nə işə yarayır? Stringin içərisində biz buna bir indeks veririk. Məsələn 0, 1, 2 nəsə bir indeks veririk və həmin indeksdə dayanan simvolu qaytarır bizə. Bizdə birinci, yəni 0-cı indeksdə dayanan simvol h-dır. 0 verirəm buna, baxın nə qaytaracaq. Baxın h hərfini qaytarır. Bir də sonuncunu yoxlayaq, ya sonuncudan bir əvvəlki. 0, 1, 2, 3 verirəm. Y hərfini qaytarmalıdır. Baxın Y hərfini qaytarır. Char at, sonra başqa start with, yəni mətnin hansı simvolundan başlayıb başlamadığını göstərir bizə. Start with deyirəm. Deyək ki, h. Əgər h ilə başlayırsa, bizə true qaytaracaq. Əks halda, deyək ki, o ilə başlayır. Artıq bizə false qaytarmalıdır. False qaytarır. Başqa ends with var, eyni işi görür. Sadəcə nə ilə bitdiyini göstərir. Index of. Bir simvol veririk və onun hansı indeksdə dayandığını göstərir bizə. System.println name index of. Index of nə deyək? Index of h. 0 qaytarmalıdır. Baxın, h-in indeksini göstərir 0. A-nın indeksini görmək istəyirəm. O da ki 4. Çünki axırıncı elementdir. Replace bu replace all, replace özü var. Bu nə iş görür? Replace each substring. Tamam, buna baxaq. Əvəz etmək üçün. System.println name nöqtə. Hərfini əvəz etmək üçün. Yes-də də belə metodlar var müəllim. Eynən belədir. İndi bilmirəm, bunun yazdıqlarınız nəyi sayılır müəllim? Stringin metodları. Elə bu da eynən? Stringin metodlarıdır. String klasının içərisində yazıb qoyublar bizim üçün istifadə eləməyimiz üçün. Replace deyirəm, əvəz eləyək. Bu deyəsən 2 dənə. 2 dənə arqument götürür bizdən. Deyək ki, replace u, yəni u hərfini əvəz eləsin ü ilə. Baxın, artıq yəni Hülya yazılmışdı, oldu Hülya. Sonra split bölmək üçündür. Bu splitdən belə istifadə eləmək olar. Bura bir cümlə yazacağam. Salam dünya yazaq. Yəni iki hərfdən, yəni bir-birlərindən bir boşluqla ayrılmış iki sözdən ibarət bir şey yazdım. System.println name 2 split. Split necədir? Splitə bir simvol veririk və deyirik ki, bu simvol vasitəsilə həmin o mətni ayır və ayırır. Ayıranda o ortaya çıxan hissələri bir arraya, bir massivin içərisinə yığır. Bununla boşluq deyirəm. Deyirəm ki, boşluq vasitəsilə ayır. Nə edəcək? Gələcək burada, harada boşluq tapdı, oradan iki yerə böləcək. Və bizim bu mətnimizdə nəticə nə olacaq? Bir salam sözü qalacaq arrayın bir elementi olaraq, bir də dünya sözü arrayın ikinci elementi olaraq. Run eləyək. Belə. Bunu belə istifadə etmək lazımdır. Deyirəm name 2 split boşluq vasitəsilə və bu bizə bir array qaytaracaq. Stringlər arrayı. Onu mənimsədirəm dəyişənə. Belə. Və arrays util klası vasitəsilə onu çap elətdirirəm. Həmin arrayı çap elətdirirəm.
Niyə görsənmədi işini? Belə eləyək. Bu işləyəcək. Baxın, salam. Bu bir element, dünya bu da ikinci element. Başqa split, join, bu to lowercase, to uppercase bunlara baxdıq. Trim. Bu işimizə yaraya bilər. Bunu göstərək. Bir element də bir dəyişən də yaradıram burada. Random bir adı verək. Username deyək. Tutaq ki, istifadəçi sizin saytınıza gəlib və adını daxil edir, istifadəçi adı daxil edir. İstifadəçi adı normalda olmalıdır bu şəkildə, İsaməddin. Amma adam belə eləyir. Bunun qabağına bir 2 dənə boşluq qoyur, bunun axırına bir 3 dənə boşluq qoyur. Yaxşı mı? Biz bu şəkildə saxlamağımız yaxşı deyil. Yəni, həmin o istifadəçi adını götürəcəyik. Sonra backend onu emal eləməlidir, database-də saxlamalıdır falan. Belə saxlamağımız məsləhət deyil. Ona görə bunu trim eləmək lazımdır. Trim funksiyasından keçirmək lazımdır. Username, trim keçirirəm və bunun nəticəsində çap elətdirək. Trim nə edir? Sözün əvvəlindəki və sonundakı götürür. nə edir? Sözün əvvəlindəki və sonundakı boşluqları aradan qaldırır. Bəli, trim bunun üçündür. Əvvəlindəki, sonundakı boşluqları götürür, qalır bizdə sözün özü. Baxın, bu şəkildə. Sonra başqa funksiyalara baxaq. Trim, strip nədir bilmirəm. Is blank lazım deyil. Indent, translate, escapes, chars. Hepsi bu qədər. Yəni, maraqlı olsa başqa bir-iki dənəsini buraxdım. Neysə, ehtiyacımız olacaq metodlar bunlardır. Bunu atım sizə. Dərsimiz